Türkiyəlilər heç vaxt Azərbaycanlıları sevməyib. Deməli, daha çox qarşıma çıxan rəy budur. Əslində haqq verirəm, bəli. Amma nəzərə alsaq ki, Azərbaycan 10 milyon nüfuzu olan, əhalisi olan ölkədir. Türkiyə isə 80 milyondan çoxdur. Hələ miqrantları nəzərə alsaq, bəlkə də 85 milyondan daha çox. Əslində bizi sevməyən Türkiyəlilər deyil, Türkiyənin içərisində qarışıq olan millətlər. Məlumdur ki, bizim hazırda Anadolu yarımadası olaraq tanıdığımız Türkiyə bir zamanlar Bizans torpaqları olub, yəni Anatoliya. 1071-ci ilə qədər burada Bizanslılar, Romlar, Yunan qarışıq olub. Daha sonra türklər gəlib və türklərlə qarışıqlıq olub və bu ərazidə kürdlərin yaşadığını nəzərə alsaq və bu ərazidə Osmanlı dövründə kütləvi erməni axınının, o köçünün olduğunu nəzərə alsaq, bu ölkədə qarışıq olan vətəndaş çoxdur və bizi sevməyənlər də qarışıq olanlardır. Yəni haqlı olaraq əhali sayı çoxdur və bizi sevməyənlər də çoxdur. Hətta Türkiyəyə mütəmadi olaraq gəlib gedənlər çox yaxşı bilirlər ki, Qarabağ savaşından öncə, Qarabağ savaşı müddətində və Qarabağ savaşından sonra münasibətlər tamamilə fərqlidir. 2020-ci ildə yaşanan bir hadisəni izah edəcəm ki, Türkiyəlilərin bizə əvvəl və sonraki münasibəti necə idi? İkinci, üçüncü dərəcəli kimi baxırdılar bizə. Qarabağ müharibəsinə qədər. Müharibə dövründə müsahibə üçün Türkiyədə Fatihdə bir yoxlama var idi təbii ki, bütün vətəndaşları yoxlamadan keçirdib, ondan sonra əraziyə buraxırdılar və sıra mənə gəldi. Xarici pasportumu görəndən sonra gənc bir polis əlini sinəsinə tutub, buyurun keçin dedi. O an o qədər qəribə bir duyğular içində oldum ki, bütün ətrafda olan insanların hər birinin mənə baxışı bilsiz nə idi? Bu xanım kimdir ki, 1.50 boyunda polis ona qarşı əlini sinəsindən tutub jest elədi. Sadəcə biz anladıq. Qarabağ savaşının çox şiddətli bir dönəmi idi. Türkiyə yanımızdadır və o polis də həmin anda bir Azərbaycanlı olaraq mənə olan birliyimizin bir nümunəsini göstərmişdi. O qədər duyğulandım. Üstündən 5 il keçir və mən hələ də o anı xatırlayanda bu şəkil duyğulanıram. Yəni deməyim odur ki, 86 milyona yaxın əhalisi olan Türkiyədir. Bizi sevməyənlər erməni qarışığı olanlardır. Əsl türklər isə elə bizdən olduğu üçün bizi sevir.